Salamlar hər kəsə. Bugün Bakı Türk Liseyi 2024-2025-ci il qəbul imtahanı üçün olan suallara, kimya suallarına birlikdə baxaq. Birinci sualımız 101-ci sualdır. 101-ci sualdan başlayaq baxmağa. Verilir burada. X, Y, Z'i müəyyən edin. Reaksiya verilib. Reaksiyanı ilk öncə əmsallaşdıraq. Əmsallaşdırdıqdan sonra oksidləşdiricinin əmsalı, reduksiya məhsulunun əmsalı, bir də reaksiya daxil olan oksidləşdiricinin reduksiya olunan hissəsinin faizlə qiymətini tapmalıyıq. Gəlin burada nəyə baxaq? Birinci oksidləşmə dərəcələrini yazaq. Kalium bəsit halda olduğu üçün 0'dır. Elə bura qeyd edək bircə. Kalium yazaq. Kalium plus HNO3 əmlə gələsidir. Reaksiya məhsullarımız kalium NO3 N2O bir də H2O əmələ gələcək. İndi yazaq. Oksidləşmə dərəcələrini yazaq. Kalium bəsit halda olduğu üçün 0'dır. Oksigen -2'dir. Hidrogen -1'dir. Azot isə -5 olacaq. Burada oksigen -2'dir. Kalium -1'dir. Azot isə -5 olacaq. Bura baxırıq. Oksigen -2'dir. Azot isə -1 olacaq. Burada isə yenə suda oksigen -2'dir. Hidrogen isə -1'dir. Deməli, burada oksidləşmə dərəcələri dəyişən kalium və azot atomudur. Kalium 0'dan -1'ə keçid edir. Deməli, 1 elektron verir. 1 elektron verdiyi üçün bu reduksiya edici adlanır. Proses oksidləşmə prosesidir. Məhsulu isə oksidləşmə məhsulu olasıdır. Oksidləşmə məhsulu kalium -1 hardadırsa, deməli bu maddəmiz oksidləşmə məhsulu olacaq. Özü isə reduksiya edicidir. Digərimiz isə hansı elementimizdir? Bu isə azot elementidir. Azot -5'dən keçid edir. Azot -1'ə. Burada indeks var. İndeksi unutmuruq. Burada 2 azot atomu olduğu üçün burada qeyd edirik. Deməli, bu element ondan -2'yə keçid edir. Deməli, 8 elektron alır. 8 elektron aldığı üçün özü oksidləşdiricidir. Proses reduksiyadır. Əmələ gələn maddə isə reduksiya məhsulu olacaq. Reduksiya məhsulumuz N2. N harda -1'dirsə, deməli N2O'muz isə reduksiya məhsulumuz adlanacaq. İndi isə əmsallaşdırmada nə gedirik? Əmsallaşdırdığımız zaman yuxarıda olanı aşağıya, aşağıda olanı yuxarıya yazırıq. Deməli, 8 yuxarıya, 1 isə aşağıya yazasıyıq. Burada deməli, soldan sağa yazasıyıq əmsallaşdıran zaman. Kalium -1'dən 8 dənədir. Deməli, bura 8 dənə yazırıq. Bura 8 dənə yazırıq və bura isə 1 dənə. N2O'dan isə 1 dənə olacaq. Baxın, 8 kalium varsa, bu başa da 8 yazırıq. Sonra, neçə dənə azot atomu var? 8 burada, 2 dənə də burada. Deməli, 10 dənə azot atomu var. Ona görə 10 mol bura yazırıq. 10 mol hidrogen olduğu üçün 5 mol da su olacaq. Deməli, 5 mol da H2O olacaq. İndi neçə oksigen atomu var? 8'i 3'ə vurduq. 24. 24'ün üstünə də 1 gəldi. 25. 25'in üstünə 5 gəldi. 30. Deməli, 30 dənə oksigen atomu olasıdır. İndi bizdən nələr soruşulur? Ora qaydaq. Oradan davam edək. Oksidləşdiricinin əmsalı. Oksidləşdiricinin əmsalı burada oksidləşdirici azot -5 hardadırsa, azot -5 kalium nitratdadır. Deməli, oksidləşdiricinin əmsalı neçə olasıdır? 8 olasıdır. Baxın, bu maddəmiz kalium nitrat 8 dənədir. Deməli, oksidləşdiricinin əmsalı 8 olasıdır.
Burada 8 qeyd eləmişdik, bura 10 qeyd eləmişdik. Bura 1, burada 5. Tamam, devam edirik. Reduksiya məhsulunun əmsalı. Baxırıq, reduksiya R məhsulu. Reduksiya məhsulumuz isə N2O olasıdır. Reduksiya məhsulumuz N2O olasıdır. Neçə dənə də N2O-da? Reduksiya məhsulumuzun əmsalı 1-dir. Bura 1 qeyd edirik. Burada oksidləşdiricinin əmsalı. Oksidləşdiricinin əmsalı, burada oksidləşdiricinin əmsalı 8 yox, 10 olasıdır. Çünki bizim oksidləşdiricimiz buradadır, nitrat buradadır. Bu maddəmiz olasıdır. Bu maddəmizdə 10 olduğu üçün, deməli, oksidləşdiricimizin əmsalı 10 olacaq, 10. Reduksiya məhsulumuzun əmsalı isə 1 olacaq. İndi ikinci nə deyilir? Reaksiyaya daxil olan oksidləşdirici. Reaksiyaya daxil olan oksidləşdiricimiz H-nitratdır. H-nitrat. Reduksiya olunan hissəsinin faizlə qiymətini tapın. Reduksiya olunan hissəmiz nə qədərdir? Reduksiya olunma məhsulumuz oksidləşdirici nitrat turşusudur və reduksiya olunan maddəmiz isə reduksiya məhsulumuz N2O-dur. Deməli, 10 moldan 1 molu reduksiya olunur. Neçə faiz edir, onu hesablamalıyıq. Bəli, bunu hesablayaq. Deməli, 10 mol maddəmizdən 1 molu reduksiya olunur, onun faizini tapırıq. Cavab 10% edəsidir. 10% olacaq. Deməli, birincimiz 10, oksidləşdiricinin əmsalı 10, 1, bir də 10. Cavab burada B variantı olacaq. 102-ci suala baxırıq. Hansı maddələrin tərkibində olan rabitələr yalnız polyar kovalent rabitə, yalnız ion rabitə, üçüncüdə isə həm ion, həm də polyar kovalent rabitə ardıcıllığı kimidir. Bildiyimiz kimi yalnız polyar kovalent rabitə olasıdır, yalnız qeyri-metallar olasıdır. İonda isə həm metal, həm qeyri-metal olasıdır. Həm ion, həm polyar kovalent rabitə edirsə, həm metal, həm də qeyri-metal olacaq. İndi baxaq. A variantından başlayıram. A variantında NH4 xlordur. Burada həm ion var, həm kovalent rabitə var. Bu ola bilməz, çünki deyir, yalnız kovalent rabitə olsun. B variantına baxıram. H xlor yalnız qeyri-metallardan ibarətdir. Hidrogendə qeyri-metaldır, xlorda qeyri-metaldır. Deməli, bu uyğun ola bilər. İkinciyə baxıram, yalnız ion olsun. Maqnezium flor2 bu ion rabitəsidir. Litium 2SO4-də litium metaldır. Kükürt və SO4, kükürt və oksigen atomu isə qeyri-metallardır. Deməli, cavab burada B variantı olacaq ki, birincisi yalnız kovalent, ikincisi ion, üçüncü birləşmədə isə duzlara aiddir. Duzlarda həm ion, həm də polyar kovalent rabitə olur. Deməli, burada da cavab B variantı. 103-cü suala baxırıq. 103-cü sualda deyilir. 60 dərəcədə sürət 0,2 mol bölünsün litr vuraq saniyə olan reaksiyanın 100 dərəcədə sürətini müəyyən edin. Reaksiyanın temperatur əmsalı 2-dir. Baxın, birinci eyni reaksiyadır. Eyni reaksiyanın fərqli dərəcələrdə sürətini soruşur. 60 dərəcədə sürət verilibdir bizə. 0,2 mol bölünsün litr vuraq saniyədir. İndi dərəcəni artırıbdır. Dərəcəni artırdığı üçün sürət də artasıdır. Bildiyimiz kimi temperatur sürətlə düz asılıdır. İndi bunun iki düsturu var. Bu şəkildə də yaza bilərik. V2 bərabərdir. V1 vuraq temperatur əmsalı T2 minus T1 bölünsün 10-a. Bu şəkildə də yaza bilərik. Ya da ki, V2 bölünsün V1 bərabərdir. Temperatur əmsalı 2, yəni 10 T2 minus T1 şəklində də yaza bilərik. İstənilən görə yazmaq mümkündür. İndi gəlin bunu, məsələni həll edək. Yazırıq burada 102-ci sual, qeyd edək. 102-ci sual. V2-miz məlum deyil, V1-imiz məlumdur, 0,2. Vururuq nəyə? Temperatur əmsalına 2-dir burada. T2-miz 100-dür, 100-dən çıxırıq 60-ı, bölürük 10-a.
İndi baxırıq. Neçə ədəsidir? 0.2 vuraq. 2 üstü neçə? 2 üstü 4 eləyir. Bu da 16 ədəsidir. Deməli 16-nı vururuq 0.2-yə. 16-nı 2-yə vurduğumuz zaman 32, onu da böldüyümüz zaman 3.2 olacaq. Sürətimiz 100 dərəcədə sürətimiz olacaq 3.2. Cavab burada A variantı olacaq. Temperatur sürətlə düz asılıdır. 60 dərəcədə 0.2-dirsə, 100 dərəcədə 3.2 olasıdır. İndi başqa suala baxırıq. 104-cü suala. Hansı reaksiya nəticəsində azotun oksidaşma dərəcəsi -3-dən -2-yə dəyişir? Prosesi baş verir. İndi gəlin bir-bir baxaq. Baxın, A variantından başlayıram. A variantında azot burada -5-dir. Dəyişir neçəyə? -2-də oksigen, -4-də. Deməli, bu variant ola bilməz. -5-dən -4-ə dəyişir. Burada isə amoniakda hidrogen -1-dir, azot -3 olasıdır. Deməli, -3 tapdıq. Burada 0-dır. 0 oldu, -3-dən 0-a dəyişir. Bu da variant ola bilməz. C variantına baxıram. Amonium iyonunda azot -3-dür. Bura -3 yazıram. -3-dür. Oksigen -2. Burada -5 olmalıdır ki, -1 olsun ki, bu müsbəti ilə mənfisi ixtisar getsin. Deməli, azot burada -3-dür. Davam edirik. N2O oksigen -2-dir. -2-dir. Azot isə -1 olasıdır. Deməli, cavabımız C variantına aiddir. -3-dən -1-ə, -2 yox. Burada -2 deyil. C variantı deyil. İndi davam edirik. Burada -1-dir. Bizdə -2-ni soruşur. İndi baxaq D variantına. D variantında yenə azot -3-dür burada. Bura baxırıq. Oksigen -2-dir. Azot -2 olacaq. Deməli, cavab D variantı azot -3-dən -2-yə keçid edir. 105-ci sualda nə deyilir? Element verilib. Elementin nisbi atom kütləsi verilib. Proton sayı verilib. Bu bizdən nə soruşur? Dövrünü soruşur, qrupunu soruşur. Bir də neytron sayını soruşur. Neytron sayımız nəyə bərabərdir? Neytron sayımız kütlə ədədindən çıxırıq protonu. Neytron sayımızı tapaq ilk öncə. Neytron sayımız A minus protona. Burada da 64'tü. Çıxırıq 29'u. Neçə ədəsidir? 35 ədəsidir. Deməli, burada 35'i qeyd edək, davam edək. Deməli, bura 35'dir. İndi nəyə tapırıq? Dövrü və qrupu. Dövrü və qrupu biz proton sayı ilə, elektron sayını müəyyən edirik. Deməli, 29'dur. Hər hansı bir element yazaq. 29, X yazaq. Təbii ki də bu mis-ə aiddir. Mis də istisna olan, kənara çıxma olan elementlərimizdən biridir. Elektron konfigurasiyasını yazıram. 3D 10 4S1 ədəsidir. Burada da cavab bu şəkildə olacaq. Bunun 4-cü dövrdür. Qrupun nömrəsi onun üstünə 1 gəldik. 11 edir. Ona görə birinci qrup olasıdır. Bir əlavə yarım qrup. Deməli, 4-cü dövr bir əlavə yarım qrup olasıdır. 4-cü dövr bir əlavə yarım qrup və proton sayı isə 35. Cavab burada A variantı olacaq. 106-cı suala baxırıq. 106-cı sualda nə deyilir bizə? Metan qazı su buxarı ilə reaksiyaya daxil olur. Karbon monoksid əmələ gəlir və 3H2 qazı əmələ gəlir. Gördüyümüz kimi reaksiya endotermik reaksiyadır. Endotermik reaksiyaya aid istiliyin udulmasına gedən reaksiya. Tarazlıqda olan reaksiya üçün hansı ifadələr doğrudur? Deməli, reaksiyamız tarazlıqdadır. Birinci də deyilir, reaksiya düzünə gedən reaksiyanın sürəti əksinə gedən reaksiyanın sürətinə bərabərdir. Bəli, əgər reaksiyamız tarazlıqdadırsa, bunun səbəbinə tarazlıqdadır. Yəni, sürətlər bir-birinə bərabər olmalıdır. İkinci suala baxırıq. Sistemdən H2 çıxarıldıqda, buradan H2 çıxarıldıqda tarazlıq sağa tərəf yönəlir. Bəli, əgər maddə, hansı maddəni çıxarsaq, tarazlıq o tərəfə yönələsidir ki, bunu tam tarazlıqda saxlasın.
Deməli, bu da sağa doğru yönələr, bu da doğrudur. Üçüncüyə baxırıq. Temperaturun artırılması tarazlığın başlanğıc maddələr tərəfə yönləndirir. Endotermik reaksiyalarda temperatur artdığı zaman reaksiya məhsullarına doğru yönəlir. Yəni sağa doğru. Başlanğıc maddələrə doğru deyil, reaksiya məhsullarına doğru yönələsi. Bu sual yanlışdır. Təzyiqin dəyişməsi tarazlığın yer dəyişməsinə təsir etmir. Təzyiq nə vaxt təsir etmir? Reaksiya daxil olanların əmsalları reaksiyadan alınan məhsulların əmsalları ilə bir-birinə bərabər olsun. Burada görürük ki, burada 2 mol maddə var, burada 4 mol maddə var. Hamısı qaz halında olduğu üçün hamısını toplaya bilərik. Deməli, 2 və 4 deməli təsir edəsidir. 3-4 yanlışdır. Cavab burada B variantı olacaq. Digər suallara baxaq. 107-ci sualına davam edək. Qrafikə əsasən başlanğıc maddəmiz 2AB qaz halındadır, əmələ gəlir A2 qaz və B2 qaz halında olan maddələr əmələ gəlir. Reaksiyanın tarazlıq sabitini hesablayın. İndi biz düsturumuzu bilməliyik burada və grafikə baxmağı və grafikə baxaraq anlamağı öyrənməliyik. Burada nəyə baxırıq? Birinci, başlanğıc maddələrə baxaq. Başlanğıc maddəmiz nədir? 2AB-dir. Gəlin buna baxaq. Deməli, əvvəlcə AB-nin yazaq başlanğıc qatlığı, tarazlıq qatlığı, bir də son qatlığı. AB üçün yazıram. AB maddəsi üçün yazıram. Başlanğıc qatlığı 8-dir. Tarazlıq qatlığı 4-dür. Son qatlıq neçə olasıdır burada? Son qatlığımız isə 8-dən 4-ü çıxacam. Deməli, sərf olunan qatlığımız 4 mol litr olasıdır. Əmələ gələn maddələrimiz A2-dir və B2-dir. A2 və B2 başlanğıc qatlıqları 0-dır. Reaksiya məhsulları 0 olur. Tarazlıq qatlığı B2-nin neçədir? 2 yazılıb bura tarazlıq qatlığı. Və tarazlıq qatlığı 2 olduğu üçün, həmçinin burada sərf olunan maddədə 4 olduğu üçün buranın, baxın, reaksiyadan görünür ki, 2AB maddəsi reaksiya daxil olan zaman neçə maddə əmələ gəlir? Neçə B2 maddəsi əmələ gəlir? 1 əmələ gəlir. Bəs 4 olanda nə qədər əmələ gələsidir? 2 mol maddə əmələ gələsidir. 2 mol A ilə AB maddəsi birləşməsi reaksiyaya daxil olanda neçə mol A2 əmələ gəlir? Görürük ki, 1 mol. 4 mol daxil olanda nə qədər əmələ gələsidir? 2 mol daxil olasıdır. Deməli, bunlar da burada 2 olasıdır. İndi nəyi soruşur bizdən? Tarazlıq sabitini hesablayın. Baxın, burada bunu hesablayaq. K bərabərdir. K-nı yazırıq. Reaksiya məhsullarının qatlıqları, hasilləri A2-nin üstü 1-dir. Əmsalı 1 olduğu üçün 1-ə vururuq. B2 1-dir. Bölürük nəyə? Başlanğıc maddəyə. AB-nin kvadratına. Burada A2-miz 1 idi. B2-miz 1 idi. Üstlərdə 1-dir. AB-miz isə 4 idi. Burada 4-ün kvadratı yazırıq. Deməli, burada cavab 4 edir. 4-ü bölürük 16-ya. 4-də 1, yəni 0.25 edəsidir. 0.25, burada da cavab D variantı olacaq. 108-ci suallar. Hansı oksidlər adi şəraitdə qaz halındadır? SO2 qaz halındadır. Krom 6 oksid bərk haldadır. B variantı. Difosfor pentoksid bərk haldadır. Diazot pentoksid bərk haldadır. Mis-2 oksid bərk haldadır. Karbon monoksid qaz halındadır. D variantında diazot monoksid qaz halındadır. Natrium oksid bərk haldadır. Cavab burada Y variantı. Kükürt dioksid, karbon dioksidi isə qaz halında olan maddələrə aiddir. Metalların oksidləri hamısı bərk halda olacaq. Metal varsa, bir də ki, difosfor pentoksid, diazot pentoksid də bərk halda olan maddələrə aiddir.
109-cu suala baxaq. 109-cu sualda nə deyilir? Verilmiş məhlulların elektrik keçiriciliyinin müqayisəsinin doğru göstərildiyi variantları müəyyən edin. Deməli, maddələr elektrik keçirirsə, hansı maddədə ion daha çox əmələ gəlirsə, o maddənin elektrik keçiriciliyi daha çox olasıdır. İona görə, ionların sayına görə. Burada 1 litr verilib, molaritesi də 1-dir. Yəni qatılıq da 1-dir. Qatılığa baxırıq. Qatılığımızın düsturu da zaten bərabərdir nəyə? Mol bölünsün V-yə. Deməli, burada M-imiz 1-dir, litrimiz də 1-dir, molumuz da 1 olasıdır. Deməli, hər bir maddədən 1 mol götürülüb. Hər bir maddədən 1 mol götürülmüş olasıdır. İndi yazırıq. Alüminium nitratdan başlayaq. 1 mol olduğu üçün alüminium nitrat. Baxın, burada bir dənə alüminium var. Yazırıq alüminium plus 3 ionu əmələ gəlir 3 dənə nitrat 3 mənfi 3 ion. Neçə dənə ion var burada? 4 dənə ion var. Birinci maddəmizdə 4 dənə ion olasıdır. Yazaq burada 4 dənə ion. 4 dənə ion. İkinci maddəmizi qeyd edirik. Natrium nitrata aiddir. Natrium nitratımızı yazaq. Buradan natrium nitratı yazaq. Natrium plus müsbət plusa əmələ gəlir NO3 mənfi ionla. Burada 2 dənə ion var. 2 ion olduğu üçün bura qeyd edirik. 2 ion. Üçüncü maddəmizə baxırıq. Üçüncü maddəmizə kalsium nitrata aiddir. Kalsium nitrata baxaq. Kalsium NO2-dir. Kalsium müsbət 2 ionu əmələ gəlir 2 NO3 mənfi 3-ə. Və buradan nəyə diqqət edirik? Burada mənfi 1 olasıdır. Mənfi 1 olasıdır. Mənfi 1. Burada da yanlış qeyd etdiyim yer düzəldim. Mənfi 1 olasıdır. Mənfi 1 burada düzəltmişəm. Aha, burada neçə ion olasıdır? Burada 3 ion olacaq. Deməli, bir dənə kalsium, 2 dənə nitrat, cəmi 3 ion olasıdır. İon olasıdır. Deməli, harada ionun sayı çoxdursa, elektrik keçiriciliyi orada daha çoxdur. 1 böyükdür neçədən? 3-dən. 3 də böyükdür 2-dən. 1 böyükdür 3-dən. 1 böyükdür 3-dən. 3 də böyükdür 2-dən. Cavab burada A variantı olacaq. 110-cu suala baxırıq. 110-cu sualda bizə 2 dənə birləşmə verilib. Aha. Və bu 2 dənə birləşməyə aid olanları hansı birinci maddəyə, hansı ikinci maddəyə və hansılar isə hər iki maddəyə aid olduqlarını qeyd edəsik. İndi başlayaq. Birinci sual, birinci maddəmizlə davam edək. Bura yazıram CH3, CH3, CH, CH, bir də CH3 yazıram. Burada SP2'dir, SP3'dür, SP2'dir, SP2'dir, SP3'dür. Nədən başlayaq burada? Hibridləri tapaq birinci. Hibrid orbitalları tapaq. Neçə dənə SP3 var? 2 dənə. 2 vururam 4-də. Plus 2 dənə də SP2'dir. Hibrid orbitallarımız 3 dənədir SP2'lərdə. 2-ni vururuq 3-ə. Cavab neçə eləyəsdir? 2-ni 4-ə vurdum. 8 plus 6, 14. Deməli, 14 dənə hibrid orbitalımız olasıdır. İndi qeyri-hibridlərə baxıram. Qeyri-hibrid. SP3'lərdə yoxdur. 0'dır. SP2'də 2 dənə olduğu üçün içində 1'ə vururam. Cavab 2 dənə də qeyri-hibrid orbital olasıdır. İndi burada sigmalara baxıram. Sigmaları hesablayarkən 3 dənə, 4 dənə sigma, 4, 5, 6, burada 2, davay, tezindən sayaq, yenidən sayaq. 4, 5, 6, 7, 8, 8-in üstü gələndə, 3 gələndə 11 dənə sigma rabitəsi olacaq. 11 dənə, 14 dənə hibrid, 11 dənə sigma rabitəsi olacaq. İndi nələrə baxaq burada? Neçə dənə qeyri
polyar rabitə var. Yəni eyni element arasında olan rabitə, karbon-karbon arasında olan rabitəni soruşuram. Karbon-karbon arasında olan rabitə 1, 2, 3, 4 dənə. 4 dənə karbon-karbon arasında olan rabitəm olacaq. 4 dənə də karbon-karbon arasında olan rabitəyə aiddir. İndi ikinci birləşməmi yazıram. Burada yazaq. CH2, 2 qat rabitə, karbon, 2 dənə 2 qat rabitə, CH, CH3 qeyd edirəm. Burada yazıram. SP2, SP2 və SP2. Bir də SP3'üm var burada. Davam edirəm. İndi burada hibriddən başlayıram. Hibrid orbital. 3 dənə SP2'm var. Onu vururam 3'ə. Üstə gəlsin. Biri də vururam 4'ə. 9'un da üstünə 4 gələndə 13 dənə hibrid orbital var. Qeyri-hibridə baxıram. 3'ü vururam daha doğrusu 1'ə. Cəmi 3 dənə də qeyri-hibrid orbitalım olacaq. Sigma rabitəmə baxıram. Sigma rabitəmi hesablayıram. 3, 4, 5, 6, 6'nın üstünə 3 gələndə 9 dənə də sigma rabitəm var. Sigmam da 9 dənə edəcək. Karbon-karbon arasında rabitəyə baxıram. Karbon-karbon arasında olan rabitələrə baxaq. Burada 2, 4, 4, bir də gəldim 5 dənə. 5 dənə də karbon-karbon arasında olan rabitə olasıdır. İndi bunları qeyd edək. Görək hansına aiddir. Bəli. Deyir ki, 2 karbon atomu sp2 vəziyyətindədir. Burada buna aiddir. Burada 3 dənədir. İkincidə 3 dənədir, birincidə 2 dənədir. Deməli, birə A aiddir. A. Birə A. Hibrid halındadır. 9 dənə sigma rabitəsi var. Baxaq 9 dənə sigma rabitəsi hansında var idi. Burada 11 dənə sigmadır. Burada isə sigma rabitələrimizin sayı neçə dənə olur? Sigma 9 dənə. Deməli, ikinciyə aiddir. İkinciyə sigma rabitəsi aiddir. 3 dənə qeyri-polyar sigma rabitəsi var. Qeyri-polyar sigma, yəni karbon-karbon arasında olan sigmadan söhbət gedir. İndi ona baxaq. 3 dənə olduğu üçün hansına aiddir? Baxaq bura. 3 dənə sigma rabitəsi. Baxın burada. Mən burada karbon-karbon arasında olan rabitələri seçmirəm. Burada sigmanı soruşur. C variantında. 1, 2, 3. Deməli, C variantı da 1'ə aiddir. Deməli, 1'ə AC aiddir. 14 dənə hibrid orbital var. 14 dənə hibrid orbitalımız hansına aiddir? Təbii ki də birinci maddəyə, yox, burada 14 dənə hibrid orbitalımız birinci maddəyə aiddir. Hibrid 3'ə heç nə aid olmadı, belə çıxır ki. İndi yenidən baxaq. 14 dənə hibrid orbitalımız var. Birincidən baxaq. Birincidən 2 dənə hibrid orbital yazmışıq. 2'ni vurduq 8'ə, 2 də vurduq 3'ə, elədi 14. Deməli, 14 burada 1'ə aiddir. Doğrudur. A və D. İndi C'yə baxaq. 3 dənə qeyri-polyar sigmadan söhbət gedir. Mən bayaq pilərdə saymışdım. Əslində sigmalar da daxildir. Baxın, sigma. 2 qat rabitədən biri sigmadır. Baxın, 1, 2, 3. Deməli, sigma 3 qeyri-polyar sigma rabitə hər ikisinə aid olasıdır. 1'ə AD, 1'ə AD, 2'yə B, 3'ə C. 1'ə AD, 1'ə AD, 3'ə C, 2'yə B variantı olacaq. AD, C, B. AD, B, cevap burada C variantı aid olacaq sualımızda. 111-ci suala baxırıq. 111-ci sualda bizə nə deyilir? Metal verilib, qeyri-metal verilib və əmələ gətirdiyi birləşmə var. Və əmələ gətirdiyi birləşmənin bir molekulunda olan elektron sayları 74'dür. Bunu bildik. Sonra yazılır ki, deyilir ki bizə X müsbət 2 iyonunda elektronlarının sayı, X müsbət 2 iyonunun elektronlarının sayı
Y-3 ionunun elektronlarının sayından 8 vahid çox olduğunu bilərək X və Y atomlarının protonlarını müəyyən edin. Deməli, X-in müsbət 2 ionunda elektronların sayı müsbət 3-dən 8 vahid çoxdur. Yəni, X müsbət 2 daha çoxdur, 8 vahid. Gəlin tənliyimizi quraraq yazaq. Deməli, 3x-də olan elektron sayı 2y-də olan elektron sayları nəyə bərabərdir? 74-ə bərabər olasıdır. Bunu qeyd elədik. Sonra deyir ki, sonra nəyi yazasıyıq? Sonra burada deyilir ki, X müsbət 2 ionu. Yazaq, bunu da qeyd edək. X müsbət 2 ionu. Buraya proton yazırıq, elektron yazırıq. Elektron nə qədər edəsidir burada? Protondan 2 çıxsam. Y-3 ionuna baxıram, proton yazıram, elektron yazıram. Burada elektron nə qədər olasıdır? Protonun üstünə 3 gəlsə. Deyir, bu X Y-dən 8 vahid çoxdur. Deməli, mən bunun üstünə 8 vahid gəlsəm, bu ikisi bir-birinə bərabər olasıdır. Bu X-ə aiddir, bu da Y-ə aiddir. İndi gəlin yazdıqlarımızı bərabərləşdirək. Baxın, burada qeyd edək. X-in protonu -2-yə, Y-in protonu +3 +8-ə bərabərdir. Yazaq, proton X, proton Y nəyə bərabərdir? 8-in üstünə 3 gəldi, 11, üstünə 2 gəldi, 13 edəsidir. Əvvəlcədən də yazmışdıq ki, 3x-in protonu, elektronu da həmçinin, 3y-in elektronu nəyə bərabərdir? 74-ə bərabərdir. 74-ə. Biz bunları həll etmək üçün 3-ə vuraq gəlin. 3-ə vurduğumuz zaman 3 protonun ikisi, 3y-in protonu 3 eləyir də. 3 proton, Y-in protonu bərabərdir neçəyə? 39-da. İndi buradan çıxaq. Çıxdığım zaman bunlar ixtisar gedir. Buranı çıxan zaman biri mənfi, biri müsbət olduğu üçün toplanır. 5 Y-in protonu bərabər nəyə? 74-dən 39 çıxanda edəsidir 35. Deməli, Y-in proton sayı nə qədər edəsidir? 35-i 5-ə bölən zaman 7. İndi X-i tapaq. Y-imizinki 7-dir. X-imizinki nə qədər olasıdır? Ona baxaq. Burada yazdıq. X-dən Y çıxanda 13 eləyir. X-dən Y çıxanda 13 edəsidir. Orada 13-ün yeri, burada Y-in yerində 7 durasıdır. -7-yə bərabərdir. 13-ə. Və X də bərabərdir. Neçə edəsidir? 20. Deməli, Y 7, X 20. 27 cavab burada. 20 və 7 cavab burada C variantına aid olasıdır.